21 noyabr 2025-ci il tarixində Milli Məclisin iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri birinci oxunuşda təsdiq edilmişdir. Yeni dəyişikliklərə əsasən fərdi sahibkarları maraqlandıran vacib məqamlardan biri olan sosial sığorta haqqında qısa məlumat vermək istərdim. Dəyişikliklər qüvvəyə minməmişdən əvvəl fərdi sahibkarların özünə görə ödədikləri sosial sığorta haqqları onların fəaliyyət göstərdikləri bölgələrə görə, həmçinin fəaliyyət sahəsinə görə müxtəlif idi. Lakin 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara görə isə bütün fərdi sahibkarlar, yəni fəaliyyət göstərdikləri Bakı, Sumqayıt, həmçinin digər rayonlar, kəndlər, qəsəbələr fərq qoyulmadan vahid mexanizm şəklində ümumi dövriyyəsinin xərclər çıxılmadan 2% həcmində sosial sığorta ödənişi ediləcəklər. Lakin burada vacib məqamlardan biri odur ki, maksimum və minimum hədd var. Minimum hədd minimum əmək haqqının 15%-dən az olmayaraq, maksimum hədd isə minimum əmək haqqının 100%-dən çox olmayaraqdır. Bu da bugünkü, belə deyək, günümüzdə, yəni minimum hədd 60, maksimum hədd isə 400 manat olacaqdır.